fərqli baxış bucağından təhlil etməyi, mümkün həll yollarını irəli sürməyi və seçdikləri həllin üstünlüklərini əsaslandırmağı istəyir. Müəllim müzakirə zamanı şagirdlərə istiqamətləndirici suallar verir, müxtəlif bacarıq səviyyələrində olan şagirdlərin prosesə cəlb olunmasına diqqət yetirir. Situasiyaya əsasən aşağıdakılardan hansı fikrin doğru hesab etmək olar? Hansı fikri? Mən burada B idi, mən amma A yazmışdım. Ona görə biraz... Bizdən deməli doğrunu istəyir. Düzdürmü? Və bu dərs zamanı şagirdlərdə əsasən tənqidi və analitik təfəkkür formalaşır. Formalaşırmı? Bəli, müəllimə. Bəli, harda gördük onu? Müəllim müzakirə zamanı şagirdlərə başa salır, istiqamət seçdə həllin üstünlüklərini əsaslandırmağı. Deməli var. Sonra müəllimin davranışı fasilitasiya bacarığının mövcudluğunu göstərir. Varmı fasilitatorluq? Bəli, müəllim müzakirə zamanı şagirdlərə istiqamətləndirici suallar verir. Nəsə onların prosesə cəlb olunmasına, yəni var, fasilitator da var. Müəllim bacarıq səviyyəsində olan şagirdlərin cəlb edilməsi dərsdə inklüziv tətbiq olunduğunu göstərir. Yox, nə dedim? Müxtəlif bacarıq səviyyəsində olan şagirdlərin prosesə cəlb edilməsi. Baxaq varmı? Bax, yazıb da müxtəlif bacarıq səviyyəsində olan şagirdlərin prosesə cəlb olunmasına diqqət yetirir. Onu yazıb elə bura. Bəli, hamını cəlb edirəmsə inklüzivlik tətbiq olunub. Bu da var. 3 də düzdür. 1, 2, 3. Siz A yazmışdınız. Hə, siz 4-dən 5-ə götürmüşsünüz. Mən niyə A yazmışdım? 5-cidə deyir ki, problemin real həyatda əlaqələndirilməsi. O da deyir ki, müəllim götürdüyü, məsələn, real həyatdan götürüb istiqamət verib. Onu biraz mənə qaranlıq qaldı ki, axı müəllim bu verdiyi mövzu həyatla bağlıdır. Yox, bir dəqiqə. 5-i deyirsiniz. Problemin real həyatla əlaqələndirilməsi və həll yollarının. Ola bilər problem real həyatla bağlı olsun. Deyir ki, məsələn, qruplar onları real həyatdan götürmüş problem təqdim edir. Tamam, bu cümlə ola bilər. Amma onun arxasına baxaq da. Və həll yollarının mərhələli şəkildə işlənməsi. Fərqli baxış bucağından təhlil etməyi, mümkün həll yolları irəli sürməyi, seçdikləri həllin üstünlüklərini nəsə əsaslandırmaq istəyir. Burada deyir ki, həll yollarının mərhələli şəkildə işlənməsi dizayn düşüncəsi yanaşmasının tətbiq olunduğunu deməyə əsas verir. Dizayn düşüncəsi. Amma dizayn yoxdur. Siz heç onu keçməmişik məncə. Tədrisdə dizayn düşüncəsi keçmişik. Mən keçmişik. Hə. Tədrisdə dizayn düşüncəsini burada görmürük, bəli. Hə, o çaşdırır. Dizayn düşüncəsi olması üçün burada empatiya olmalıdır. O problemin müəyyən edilməsi, ideyaların toplanması, prototipləşmə. Fikirlər, ideyalar verilməlidir. Ondan sonra dizayn düşüncələr bilinməli. Başa düşdüm mən. Çox güzel. O məni çaşdırdı 5-ci. Getdik. Növbəti? 13. 13-ə qədər? 12-yə də baxardıq da zəhmət. 12. Aha, 12. Dərs zamanı müəllim qrup işi təşkil edir. Müzakirə prosesində bəzi şagirdlər iştirakə təşəbbüs göstərir, digərləri isə əsasən dinləyici mövqeyində qalır. Müəllim müşahidə edir ki, tapşırıq icra olunsa da, bütün şagirdlər öyrənmə prosesinə eyni dərəcədə cəlb olunmur. Aşağıdakı yanaşmalardan hansının seçilməsi müəllimin bu vəziyyəti metodiki baxımdan əsaslı şəkildə tənzimləməsinə daha çox imkan verər. Mən burada yazmışdım Y, müəllim növbəti mərhələdə tapşırığın təqdimat hissəsini elə qurmalıdır ki, hər bir şagird qrupun yekun nəticəsinin müəyyən hissəsinə görə cavabdeh olsun. Bizdən nə istəyir? Baxımdan əsaslı şəkildə tənzimləməsinə daha çox imkan verər. Düzdürmü? Bizdəki problem hardadır? Baxın, deməli, dərs zamanı müəllim qrup işi təşkil edir. Müzakirə prosesində bəzi şagirdləri iştiraka təşəbbüs göstərir. Digərləri isə əsasən dinləyici mövqeyində qalır. Deməli, müzakirədə bəziləri həvəslidir də, təşəbbüs göstərir, bəziləri dinləyici mövqeyindədir. Mən düşündüm ki, müəllim müşahidə edir ki, tapşırıq icra olunsa da, bütün şagirdlər öyrənmə prosesinə eyni dərəcədə cəlb olunmayıb. Deməli, problem hardadır? Cəlb olunmada. Yəni, uşaqlar tam cəlb olunmayıblar. Problem yəni buradadır. Aşağıdakı yanaşmalardan hansının seçilməsi müəllimin bu vəziyyəti nə isə deyir da, yəni aradan qaldırması imkan verər.
Siz E götürmüsünüz. Müəllim növbəti mərhələdə tapşırığın təqdimat hissəsini elə qurmalıdır ki, tapşırığın təqdimat hissəsini. Hər bir şagird qrupun yekun nəticəsinin müəyyən hissəsinə görə cavabdeh olsun. Burada problem nədə idi? Uşağın həmin o prosesə cəlb olunmasında idi. Bəziləri cəlb olunub, bəziləri yox. Məsələn, C-yə baxaq, müəllim qruplar daxilində aydın rollar müəyyən edərək hər bir şagirdin tapşırıq çərçivəsində konkret məsuliyyət daşımasını təmin etməlidir. Yəni, qruplarda 5 nəfər varsa, hərənin özünə rolu verirəm ki, hamı öz məsuliyyətini dərk eləsin ki, bu mənim işimdir, mən bunu görməliyəm və heç kim kənarda qalmasın. C daha doğru variantdır. Müəllimə bilirsiniz niyə başımı qarışdırdı? Yekun nəticəsinin müəyyən hissəsinə görə cavabdeh olsun. Yəni diqqətli olmalıdırlar ki, müəllimə onlardan da soruşacaq da müəyyən hissəsini. Mən elə ona görə düşündüm, yazdım. Tamam, uşaq onsuz da cavabdeh olmalıdır, amma qura bilməyib də müəllim. Qura bilməyib. Uşaqlar qalıb kənarda, belə deyim, passiv rolda. Bəziləri təşəbbüs göstərir, bəziləri sadəcə dinləyici rolundadır. Mən artıq onları nə-nəsə yükləməliyəm də, yəni tapşırıq mı verməliyəm, nəsə verməliyəm, rol verməliyəm. Bilməlidir işini ki, bu mənim işimdir, mən indi nə etməliyəm. Ona görə C düzdür. Daha ucu kənarda qalmayacaq. Artıq bildi ki, mənim işim budur. Elə bir yerə getmisiniz, nə bilim bir xeyir işdir, köməyə getmisiniz də, məsələn qohum əqrabada. Girmisiniz kuxunuya, qalırsınız belə kənarda, bilmirsiniz hansı işi eləyəsiniz də, sizə bir iş verən yoxdur. Elə o tərəfə gəlsiz, bu tərəfə gəlsiz, bir iş verən hamı belə qarışqa kimi işləyir, amma siz qalmısınız kənarda, bilmirsiniz hansı işin ucundan tutasınız. Qalmısınız belə passiv rolda. Niyə? Çünki biri desə ki, hə, ala bunu da sən elə, siz ucu biləcəksiniz ki, mənim işimdə eləyəcəm. Bildim, müəllimə, çox sağ ol. Buyurun. 13. Uyğunsuzluğu deyir. Tapşırıqları elə təşkil etmək lazımdır ki, şagirdlərin hər biri dərs prosesində öz imkanlarına uyğun şəkildə iştirak edə və məqsədə çatmaq üçün fərqli yollar seçə bilsin. Bu doğrudur da. Bəli, doğrudur. Gündəlik planlaşdırmanın üstünlüklərindən biri müəllim dərsin gedişində bütün təlim fəaliyyətini əvvəlcədən müəyyən edilmiş vaxt bölgüsünə uyğun şəkildə idarə etməyə imkan verməsidir. Bu da müəllim doğrudur. Bəli, bu da doğrudur. İllik planlama müəllimin tədris ili ərzində mövzuları alt standartı sistemli şəkildə əvvəlcədən təşkil edərək tədrisin səmərəliliyini təmin etməsidir. Bu da doğrudur. Bəli, bu da doğrudur. Fərqli iş üsullarından istifadə şagirdlərin marağını artırır, öyrənmə üslublarına uyğunlaşmanı təmin edir və biliklərin daha dərindən mənimsənilməsinə şərait yaradır. Bu da doğrudur. Nə oldu indi? Mən burada 1-2-ni götürmüşəm. Siz uyğunluğu seçmisiniz də? Allah, burada uyğunsuzluq yazılır. Uyğunsuzluq istəyirsən, bunun altındakini götürəcəyik. 3-4. Əksini. Uyğunluq istəsəydi, uyğunluğu götürmüşəm. Bəli. Getdik. Yoxdur. 19. 19-a qədər. 15. 15. Aha. Müəllim gündəlik plan hazırlayır. Dərsin gedişində məlum olur ki, şagirdlərin bir hissəsi gözlənilən təlim nəticələrinə çata bilmir. Tapşırıqlar onların idrak səviyyəsinə uyğun gəlmir. Bununla belə qiymətləndirmə zamanı əldə olunan nəticələri planlaşdırılmış məqsədlərlə üst-üstə düşmür. Müəllim bu uyğunsuzluğu aradan qaldırmaq istəyir. Müəllimin hansı addımı atması problemin həllinə effektiv olmaz. Mən burada C yazmışam. Cavab D çıxıb. Baxaq. Qiymətləndirməyə daha çox yer verilməsi. Təqdim etdiyin çətinlik çəkən şagirdlərin sayını azaltma məqsədilə tapşırıqların ümumi mürəkkəbli səviyyəsini azaltması. Yəni tapşırıq hər səviyyədə olmalıdır da. Burada problem nədə idi? Uşaqlar boşluğunda təlim nəticəsinə çata bilmir. Tapşırıqlar onların idrak səviyyəsinə uyğun gəlmir. Problem tapşırıq
uşaqların idrak səviyyəsinə uyğun gəlmir. Yəni ki, ola bilər ki, uşaqlara daha çətin gəlir. Bununla belə qiymətləndirmə zamanı əldə olunan nəticələr planlaşdırılmış məqsədlərlə üst-üstə düşmür. Müəllim bu uyğunsuzluğu aradan qaldırmaq istəyir. Hansı deyir addımı effektiv olmaz. Siz yazmısınız ki, qiymətləndirmə meyarlarını təlim nəticələri ilə uyğunlaşdıraraq formativ qiymətləndirməyə daha çox yer verilməsi. Əksinə, nə keçmişdik biz sizlə? Belə idi də, təlim nəticəsi ona uyğun qiymətləndirmə meyarı. Bəli, qiymətləndirmə meyarı təlim nəticəsinə uyğun olmalıdır. Burada da onu deyir. Siz onu yəni belə deyim, deyirsiniz ki, güya onu götürsə effektiv olmaz. Əksinə elə olmalıdır da, meyar məqsədə uyğun olmalıdır. D-də deyir ki, dərsin gedişində çətinlik çəkən şagirdlərin sayını azaltmaq məqsədi ilə tapşırıqların ümumi mürəkkəblik səviyyəsinin azaldılması. Bax, bu cümlə səhvdir. Bu cümlə niyə səhvdir? Dərsin gedişində tamam çətinlik çəkən şagirdim varsa, mən niyə tapşırıqların çətinlik səviyyəsini azaldıram ki? Tapşırıqlar müxtəlif çətinlik səviyyəsində olmalıdır. Yəni çətin tapşırıqları asanlaşdırmaq. O yaxşı oxuyan şagirdlər üçün uyğun gəlməyəcək. Yəni ümumən. Bəli. Yəni qarışıq olmalıdır. Başa düşdüm. Getdik. On 19. Bəli. Müəllim şagirdlərdən mövzu üzrə əsaslandırılmış fikir irəli sürmək təlim nəticəsi kimi müəyyənləşdirir. O mövzunu izah edir, nümunələr göstərir və əsaslandırma tələb edən tapşırıq verir. Müəllim müşahidə edir ki, şagirdlər mövzunu anlayır, lakin argumentləri zəifdir. Fikirlərini əsaslandırmaqda çətinlik çəkirlər. Aşağıdakı müəllim addımlarından hansının seçilməsi bu problemin həllinə metodiki baxımdan daha məqsədə uyğun olardı. Mən burada cavab A yazmışdım. Müəllim növbəti dərsdə əsaslandırılmış cavab nümunələrini birgə təhlil edərək arqument qurma mərhələlərini şagirdlərlə birlikdə modelləşdirməlidir. Onlarla birlikdə arqument gətirmə kimi düşündüm. Onlara elə bir fasilitator. Deməli, müəllim təlim nəticəsi nəyə qoyub? Mövzu üzrə əsaslandırılmış fikir irəli sürmək. Yəni, əsaslandırılmış fikir irəli sürmək. Bu olur bizim dərsin məqsədi. O mövzunu izah edir. Çünki məqsədi əvvəlcədən elan edirik axı. Daha sonra mövzunu izah edir. Nümunələr göstərir və əsaslandırma tələb edən tapşırıq verir. Çünki məqsəd odur da. Görüm indi bu uşaq keçdiyim mövzuya uyğun tapşırıqda əsaslandırılmış fikir irəli sürə biləcək. Çünki dərsin məqsədi odur. Sonda o məqsədə çatmalıyıq. Və müəllim müşahidə edir ki, şagirdlər mövzunu anlayır, lakin arqumentlər zəifdir. Fikirlərini əsaslandırmaqda çətinlik çəkirlər. Bunu deyir, aradan qaldırmaq üçün hansı məqsədə uyğun olar? Siz götürmüş ki, müəllim növbəti dərsdə əsaslandırılmış cavab nümunələrini birgə təhlil edərək, arqument qurma mərhələlərini şagirdlərlə birlikdə, bu yanlış bir şeydir, əsaslandırılmış nümunələri mən şagirdlə niyə birlikdə edim ki? Artıq şagird özü arqument gətirməlidir. İndi C-yə baxaq. Müəllim əsas tapşırığı qoruyaraq, dərs gedişində istiqamətlendirici fəaliyyət. Bax, burada deyirsiniz birgə təhlil etmə. Amma bu nədir istiqamətlendirici fəaliyyətlər? Vasitəsilə şagirdlərin fikirlərini mərhələli şəkildə formalaşdırmasına şərait yaratmalıdır. Etap-etap, addım-addım fikirlərini formalaşdırsınlar ki, əsaslandıra bilsinlər. Amma necə? İstiqamətləndirici fəaliyyətlərlə. Amma sizdəkində deyir ki, deməli, əsaslanmış cavab nümunələrini birgə təhlil edərək. Uşaqlarla mən birgə təhlil edim. O səhvdir. Başa düşdüm, müəllim istiqamət verməlidir da. Bu elə Bəli, istiqamət verməlidir. Həll edir. Ay, sağ ol. Burada cavab E deyil ki. 19-da mı? Müəllim şagirdlərin sərbəst düşünməsinə mane olmamaq üçün əsaslandırma ilə bağlı əlavə izah verməməlidir. Yox, bu səhvdir axı. Onda uşaq da heç daha əsaslandırmazsın. Bildim, mən A yazmışdım. Sonra düzgün cavablarda E götürmüşəm, elə bildim. Bəlkə səhv yoxlamışsınız ya da səhv verib. E, yəni düzgün cavab deyil. 20 bəs. Düzdür. Sonra burada nə vermişəm başqa time 2026-dan? Heç nə verməmişsiniz mən. Buradan heç nə. Emaşem? Vermişsiniz növbəti sınav. 6. Tamam.
Neçə? Sınaq 6. Deyirsiniz. Hə də neçənci sualdır səhv? 5-ə baxaq, 45-ə. 45. Aha. Ziya rəngli kağızlardan və taxta çubuqlardan istifadə etməklə gözəl bir ev modeli düzəldir. Psixomotor olaraq Ziya hansı səviyyənin bacarığını nümayiş etdirir? Deməli, mən bu ümumiyyətlə bu tipli bu suallarda dəqiqliklə təbiiləşməni qarışdırıram. Təbiiləşmədə belədir ki, tam sərbəst şəkildə necə deyək, icra eləyir. Dəqiqlikdə isə deyir ki, necə deyim, yəni səhv etmədən, yəni bu fikirləri fərqləndirə bilmirəm. Dəqiqlikdə belə deyim də sizə, bu adam hələ professional deyil. Bu adam hələ professional deyil. Fokuslanır, səhv etməmək üçün bütün diqqətini ora verib. Amma təbiiləşmə rahatdır ya, avtomatik onu tap elədi, qutardı. Amma dəqiqlikdə açar sözlər budur. Müstəqil şəkildə, ya da sərbəst şəkildə, ya da heç kimin köməyi olmadan. Hətta ola bilər yazsın ki, səhvsiz şəkildə. Bu da dəqiqlikdir. Ya da deyə bilər ki, səhv etdi, amma sonra məşq etdi. Davamlı məşq edir. Nə bilim, tam fokuslanaraq edir. Diqqətlə etməyə çalışır. Bir sözlə də, yəni adam hələ professional deyil. Bu olur dəqiqlik. Dəqiqlikdə yeni bir şey də hazırlayıb ortaya qoymuş. Hələ ki onu misal üçün edir. Amma misal üçün qeyd edib biz manipulyasiya, imitasiya, manipulyasiya artıq onu sərbəst bir şəkildə eləyirsən. Amma yeni bir şey düzəltmirsən. Yeni onun üstündə işləyirsən bir hazır bir şeyin ki, onu tam öyrənəsən. Yəni indi prosta burada nədir məsələ? Burada Ziya rəngli kağızdan və taxta çubuqdan istifadə edib gözəl bir ev modeli düzəltdi. Bunu nə əlaqə dəqiqliklə təbiiləşməklə? Ona görə belə. Burada yox, ümumiyyətlə demək istədim ki, yəni bu psixomotorda yadıma düşmüşkən deyim də, yəni bu dəqiqlik təbiiləşməni mən Dediyim kimi açar sözləri görəcəksiniz. Vermişəm açar sözləri sizə. O sözü görsəz, ya dəqiqlikdir, təbiiləşmədə də bunu deyəcək. Qısa zaman ərzində, möhtəşəm bir şəkildə, ya konkret görürsüz ki, sürətli bir şəkildə. Yəni bu adam professionaldır da. Bu olur təbiiləşmənin açar sözləri. Heç bir açar sözü verməyibsə. Yəni burada artikulyasiya onadır ki, ona görədir ki, həm kağız, həm taxta çubuq, yəni müxtəlif vasitələrdən. Müxtəlif, bəli, müxtəlif şeyləri birləşdirib yeni bir şey düzəldir. Və heç bir açar sözü də verməyib. Bunu mən hamısını çevirə bilərəm. Dəqiqlik də edə bilərəm. Bir yeni açar söz artırmaqla burada bütün yəni variantları gətirib çıxara bilərəm. Məsələn, deyərəm ki, Ziya rəngli kağızın və taxta çubuqlardan istifadə etməklə videoya baxaraq gözəl bir ev modeli düzəltdi. İmitasiya. Nə bilim, sxemə baxaraq düzəltdi, manipulyasiya. Nə bilim, müstəqil şəkildə düzəltdi, heç kimin köməyi olmadan düzəltdi, dəqiqlik. Bax, bu açar sözləri versə, promoy aparır bizi o variantlara. Amma görsə heç nə verməyib, sadəcə rəngli kağız, taxta çubuqdan istifadə etməklə gözəl bir ev modeli düzəltdi, artikulyasiya. Oldu, çox sağ olun. Buyurun. 45-dən sonra. 49 əlli. 49, aha. Nərgiz oxuduğu bədii kitablarda özü və cəmiyyət üçün önəmli olan tərbiyəvi davranışları mənimsəməyə və davranışlarında sərgiləməyə çalışır. Nərgiz emosional olaraq olduğu mərhələni müəyyən edin. Burada cavab dedi, təşkil etmə. Mən dəyərləndirmə götürmüşdüm. Aha. Nərgiz oxuduğu bədii kitablarda özü və cəmiyyət üçün. Bu, özü və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək, sonra davranış qaydaları, biz bunları keçmişlik şəxsi sosial kompetensiyada, sonra metakognitiv bacarıqlarda, yəni özü ilə bağlıdır da, təşkil etmə də zaten metakognitivlə bağlıdır. Yəni bu adam özü və cəmiyyət üçün önəmli olan tərbiyəvi davranışlar mənimsəyir və davranışında bunu sərgiləyir, yəni edir. Bu təşkil etmədir. Siz deyirsiniz, dəyərləndirmə götürmüsünüz. Müəllimə, cəmiyyət üçün olanda qəbul etmə olmur. Nə olmur? Qəbul etmə? Bəli. Yox. Qəbul etmə tamam başqa şeydir. Qəbul etmə, biri dərs izah edir, siz onu diqqətlə dinləyib,
və yaxud da qeyd götürürsüz. Всё, bu qədər. Başqa heç nə. Mən yəqin orada itaət və cəza nəzəriyyəsində qəbul olunma ilə səhv salınıb. Bəli, bəli, ondan səhv Hə, saldım. hə. Düzdür. Belə. 49 bir də 50 dediniz. Aha. Samirə müəllimənin dərs dediyi sinifdə ibtidai sinif şagirdlərinin oxuyub anlama və riyazi bacarıqları ibtidai siniflərdə dərs deyən digər həmkarlarına nisbətən çox-çox zəifdir. İlin yekunlarına həsr olunmuş iclasda məktəb rəhbərliyi bunu Samirə müəlliməyə irad tutur. Samirə müəllimə bunu qəbul etdiyini, növbəti ildə nəticələrin uğurlu olması üçün əlindən gələni edəcəyini qeyd edir. Müəllimin etik davranış qaydasını müəyyən edin. Mən burada fərdi məsuliyyətini hiss elədiyi üçün fikirləşdim ki, peşəkarlıq və fərdi məsuliyyət. Amma mədəni davranış çıxdı. Mədəni davranışın 3 addımı var. Birincisi geyimlə bağlıdır. Yəni müəllimin müəllim kimi geyinməsi lazımdır da, yəni. İkincisi müəllim uşağı döymək, söymək. Boşunda, yəni müəllim o qədər mədəni, nəzakətli, mehriban da bir mələk yəni olmalıdır. Üçüncüsü də ki, müəllim tənqidi düşüncələrə açıq olmalı və ondan nəticə çıxarmalıdır. Burada da deyirik, iclasda məktəb rəhbərliyi bunu Samirə müəllimə irad tutur. Samirə müəllimə bunu qəbul etdiyini növbəti ildən daha, yəni də aradan qaldıracağam. Yəni tənqidi qəbul edib o fikri dəyərləndirirəm, nəticə çıxarıram. Olur mədəni davranış. Əldən sonra 50-dən sonra 57-yə baxaq mənim. Deməli, atası xəstə olduğu üçün narahatçılıq keçirən Orxan bugünkü son 2 dərsdən icazə almaq istəsə də müəllim ona icazə vermir. Orxan da icazəsiz evə gedir. Müəllim Orxanı soruşanda Fuad səbəbi deməklə yanaşı belə bir əlavə də edir. Mən də eyni situasiyada olsaydım icazə verilmədiyi halda belə evə gedərdim. Kolbergə görə mənəvi inkişafın hansı mərhələsində sayılır? Deməli, mən burada universal etik prinsip götürmüşəm. Düz götürmüsünüz. Kitabın arxasında səhv verib. Hə, elə bu. Çox sağ olun. Buyurun. 57-dən sonra? Müəllimə, biz 59-cu sualı keçməmişik. Hə, sinfin idarə olunmasını keçməmişik, bəli. 60. Hə, onu da keçməmişik sizlə. Operantöz keçdik? Keçmişik müəllim. Hə, keçdik. Düz yazmısınız 60-ı? Vermişik. Tamam. Başqa test vermişəm Edudan. Bəli. Sınav 17. Tamam. 17. Açın. Aha, buyurun. İkiyə baxarıq da. Bəli. Oxuyun. Müəllim bəzi hadisələri, situasiyaları modelləşdirib şagirdlərinə təqdim edir. Müəllimin istifadə etdiyi təlim modeli hansıdır? Mən bu şərti oxuyanda ümumiyyətlə heç birini seçə bilmədim. Bilmirəm, bəlkə mən başa düşmədim bu şərti. Hə, müəllim bəzi hadisələri, situasiyaları modelləşdirib şagirdlərinə təqdim edir. Məsələn, modelləşdirmə gördüm, dedim bəlkə məsələn dərsdə layihəmi eləyir, dərsdə layihələndirmə aparır, uşaqlara modelləşdirib göstərir. Dərsdə layihəni yox, modelləşdirmə onu da uşaqlar edər də, o deyil. Məsələn, təlim modeli çıxıb, amma yenə də başa düşə bilmirəm niyə C variantı düzdür. Zaten belə çıxdaş da eləsək, layihə əsası təlimdə deyil, dərsdə layihədə deyil, oyunda deyil. Birbaşada da ki, müəllim bəzi hadisələri, situasiyaları modelləşdirib şagirdlərinə təqdim edir. Hə, hadisələr, situasiyalar modelləşdirib. Burada bilsiz nədir məsələ? Problem əsaslı təlim modelində də müəllim belə deyim də, düzdür, bəzən uşaqlar da seçə bilər. Amma bəzən müəllim seçir, verir mövzunu, problemi, situasiyanı, hadisəni və s. də nəsə verəcəyi uşaqlara o problemi həll etmək üçün. Hə, onu bəzən müəllim özü verir. Məsələn, layihə əsası da yox. Layihə əsası da bir qayda olaraq şagird özü seçir.
Amma problem əsasda şagird seçə də bilər, müəllim də verə bilər. İndi burada da hadisə, ya problem, situasiya, yəni də hadisələr, situasiyaları modelləşdirib şagirdinə təqdim edir. Şagird də həmin o hadisəyə ya da situasiyaya da nə veribsə, ona nə edəcək, həll yolu tapmağa çalışacaq. Mən bir dənə burada modelləşdirmə sözü çaşdırdım. Hə. Bəlkə Hadisə, yarımçıq situasiya, müəllimə. problem, situasiya. Bəli, sual biraz yarımçıq kimidir, tam verməyib də sizə belə aydın olsun. Bəli, yarımçıq. Ona görə deyirəm ki, belə sualı çıxdaş eləyərək də tapmaq olar. Layihə əsaslı qəti deyil, dərsdə layihədə deyil. Çünki müəllim təqdim edir. Dərsdə layihədə şagird gedir düzəldir. Oyun yoxdur, birbaşa tədrisdə deyil. Birbaşa tədris hardasa belə deyim də, orada problem, situasiya falan yoxdur. O ənənəvi təlim kimidir. Bir dənə qalır yerdə problem əsaslı. O da dediyim kimi, problem əsaslıda bəli, hadisə var, situasiya var. Elə bu da problem əsaslıda olur da. Bu modelləşdirmə sözü çaşdırın. Aha, daha sonra? Üçə baxa bilərik. Bəli, oxuyun. Coğrafiya müəllimi çay eroziyasından əmələ gələn relyef formaları mövzusunu keçdikdən sonra şagirdlərinə əyani olaraq belə relyef formalarını göstərmək üçün onları gəzməyə apardı. Situasiyaya əsasən müəllimin fəaliyyəti haqqında verilənlərdən hansı doğru deyil? Mən burada cavabların hamısını oxudum, mən üçün düz gəldi. Bir dənə A-nı görsədik, müəllim fənn-üstü inteqrasiyadan inteqrasiya edərək şagirdlərin öyrənməsini möhkəmləndirir. Mən fənn-üstü elə bir ki, yoxdur. Mən Yoxdur yadımda fənn-üstü. belə qalıb ki, məsələn də deyək ki, gedir, ya Şəki Xan Sarayı haqqında məlumat verilir, o gedir ora, orada özü məlumat toplayır. Burada müəllim aparır da bunları. Mənim o həyatla əlaqələndirmə olurdu onda. Bəli, bax bunu dəfələrlə demişik. Uşaq getdi, hə. Tamam, müəllim eroziyanı istəyir ki, uşağı aparıb göstərsin də əyani olaraq. Tamam. Apardı, göstərdi. Göstərmiş onu gəzməyə apardı. Всё. Uşaq neynədi? Bax hansı həyati bacarığı elədi? Problem əsas, problemi həll elədi, layihəmi hazırladı. Heç nə eləməyib. Prosta gedib, hə, baxıram, çaya baxıram belə. Vəssalam. Heç bir bacarıq eləməmişəm. Fənn-üstü olması üçün həmişə deyirəm, baxın görün. Müəllimin məqsədi nədir? Şagirddə həyati bacarıq formalaşdırmaqdırsa, olacaq fənn-üstü. Hə, həyati bacarıq nədir? Açar sözləri vermişəm. Burada müəllimin məqsədi nədir? Dərsi keçib, sırf fənlə bağlıdır. Buna əyani şəkildə istəyir aparıb göstərsin. İndi çay eroziyasını məcburdur aparıb göstərməyə. Bəlkə də elə bir dərs keçmişəm ki, məsələn, bir əşya ilə bağlıdır. Onu məsələn evimdən gətirib göstərəcəm. İstəyirəm bunu əyani şəkildə uşağa göstərim. Bu fənn-üstü olmur ki, uşaq heç nə eləmir. Ona görə A, bəli, doğru deyil. Belə yanaşın ki, belə suallara da müəllimə. Deyək, o mövzunu müəllim versə belə, o uşaqlar özləri gedib, hansısa bir çaydan, nə bilim nəsə də belə. Özləri deyək ki, hansısa rayona gedir, o çaya baxır, oradan nəsə analizlər aparır, gəlir. Ay, sağ ol, bəli, bəli. Başa Düzdür. düşdüm. Nəsə analizlər aparmalıdır, onu təhlil eləməli, nəsə problem həll eləyəcəklər, nəsə tapşırıq verir, uşaq Sadəcə gedir onu burada eləməyə. gəliblər deyə. Bəli, bəli, elə belə Başa gedib düşdüm. baxıblar çaya gəliblər. 3-dən sonra 5 var müəllimə. oxuyun 5-i. Bəli. Tarix müəllimi şagirdləri qiymətləndirmək üçün testlər hazırladı və sinifdə tətbiq etdi. 2 həftə sonra yenidən eyni mövzuda testlər hazırladı və bunu da sinifdə tətbiq etdi. Sonra hər iki testin nəticəsini müqayisə etdi. 5-də müəllimə B yazmışam. C, cavab C çıxıb. Testdə yüksək bal fərqi varsa, müəllimə Bizdən soruşur ki, deyil də, testin etibarlı olduğunu söyləmək olur. Əgər yüksək bal varsa, bu etibarlı olmadığını göstərir də. Bəli, ayısı olmaz. Bizdən etibarlı soruşur. Bəli. Sonra B-də deyir, ikinci hazırladığı testin mövzusu, birinci hazırladığı testin mövzusunda şagirdlərin çətinlik çəkdiyi hissələr üzərində qurulsa. Məncə bu düzgün götürmüşəm. İkinci hazırladığı testin mövzusu, birinci hazırladığı testin mövzusunda şagirdlərin çətinlik çəkdiyi hissələr üzərində qurulsa, bu səhvdir. Səhvdir. Əgər biz etibarlılığı yoxlayırıqsa, eyni mövzu üzərindən testlər dəyişəcək də, eyni mövzu üzərində testlər olmalıdır da, onda bu səhv olaraq
Müəlliməm burada 2 həftə sonra deyir də səhv eləmirəm. Olsun da 2 həftə sonra yenə etibarlılıq eyni mövzu üzərindən gedir. Müəllimə, Lap bir ay sonra olsun. məsəl üçün müəllim şagirdlərin birinci test işlədikdən sonra bilir də harda ən çox hansıları səhv edib. Yəni Aha. burada zəif cəhətləri var. Gələn dəfə bunu işlədir ki, görüm şagirdlərdə irəliləyiş varmı, yəni həmin mövzuları gücləndiribmi, ona əsasən bunu götürdüm. Amma cavab C çıxıb, şagirdlər hər iki qiymətləndirmədən aşağı bal toplayarsa, aşağı bal Bəli. müəllimə. Məsələn, birincidən tutalım 45 bal toplayıblar, ikincisidən də gəlib 43, 46 toplasa, deməli etibarlıdır. Yox, birincidən 45 toplayıb, ikincisidən 70 toplasa, etibarsızdır. Həm də mənim testin çətinlik səviyyələri də 3 səviyyədə olmalıdır da. Bəli, bəli. Ancaq götürüb ancaq çətin salsa, ancaq o da olur ən çətin səviyyəli testlər Bəli, ümumiyyətlə bəli. uyğun olmur. O da onda belə çıxır ki, uyğunluq prinsipi pozulur, etibarlılıq yox. Bəli, bu Bəli, etibarlılıq və əsasən o cürdür müəllimə, amma mən burada şey götürmüşdüm. Yəni gücdə oxuyan şagirdlər olsa bəs necə olar? O da güclü oxuyan şagirdlər deyən sinifdə ancaq hamı güclü oxuyan şagird ola bilməz ki. Müəllimə, yəni hər biri zəif olduğu üçün, yəni buna əsasən səhv yazdım. Baxın, ümumiyyətlə B variantı belə deyim də, uyğunluq prinsipi pozulub B-də, etibarlılıq yox. Bildiniz? Yəni siz deyirsiniz ki, imенно seçim, çətinləri qoy. Belə bir şey olmur da. Məsələn, mən bu gün 20 suallıq test işlətmişəm. Tutam isim fəndən deyim də. Azərbaycanda isim, sifət, feil, zərf bu 4 dənəsinə aid 20 dənə sual işlətmişəm. 2 həftə sonra yenə də bu 4-ünə aid test hazırlayacağam. 3 səviyyədə. Asan, orta, çətin. Yəni ancaq çətin yox. Nə bilim, keçən dəfə filan mövzularda çətinlik çəkib, ancaq onlar yox, asan, orta, çətin. Yenə 4 dənə o mövzudan hazırlayacağam. Sonra sualları dəyişirəm də, da gətirib eyni testi işlətmirəm. Hə, yoxlamaq istəyirəm, görüm, 2 həftə ərzində uşaqda irəliləyiş getdi. Bax, etibarlığı elə yoxlayıram. Bəli, məsələn, C düzdür, hər ikisindən aşağı qiymət, aşağı bal toplayarsa, ya da belə də yaza bilərdi, hər ikisindən yuxarı bal toplayarsa, yəni hər ikisi eyni olmalıdır da ki, etibarlı olsun. Beləcə düzdür. Aha, müəllimə, Beşdə. burada səhvim var idi, başa düşdüm. Hə, tamam. 5-dən sonra? 10-cu suala baxaq müəllim. Bəli. Müəllim bilir ki, sual-cavab texnikasından istifadə edərkən şagirdlərə nəzarət etmək çətindir. Bəzən sadəcə bir qrup şagird bu prosesdə iştirak edir, qalan şagirdlər isə prosesdən yayınır. Dərs zamanı belə bir problem yaranmaması üçün müəllim verilənlərdən hansını etsə daha doğru olar? Deməli, mən bu sualın düzgün cavabından belə nəticəyə gəlirəm ki, burada deməli tənbəl şagirdləri necə deyək, hərəkətə gətirmək üçün müəllim burada D cavabını daha doğru götürüb. Suala cavab verəcək şagirdi təsadüfi seçəcəyini bir qayda olaraq bütün sinifə elan etsə. Elə bil ki, uşaqlara deyirəm ki, yəni tikan üstə oturun da, hər an hər birinizi durğuza bilərəm. Amma mən burada C-ni götürmüşdüm ki, yəni sual verdikdən sonra şagirdlərin cavab üzərində düşünmələrini təmin etmək üçün qısa müddət təyin etsə. Yəni Zaten sual-cavabda düşünmə gözləmə vaxtı olmalıdır, mütləqdir. Yəni o cavab verməyən şagirdlər. Belə çıxır ki, sualın cavabını bilməməyindən yox, daha çox yəni passivdirlər sadəcə. Elə bir cavab vermək istəmirlər. Müəllim bu yolla onları məcbur eləmək cəlb istəyir. etmək. Bəli. Bəli, bax bizim dövrümüzdə də var idi. Müəllim deyirdi ki, mətn oxutdururdu bizə. Məsələn, deyirdi Aysel oxu. Hamıya deyirdi ki, bax, fikriniz onda olsun ha, izləyin əllə. Çünki riski saxlayacağam, deyəcəm ki, məsələn, filan kəs oxu, bilinmir amma kimi deyəcəm, yəni təsadüfi seçəcəm. Ona görə məcbur idik ki, hamımız dənə-dənə izləyək o adamın oxuduğunu ki, riski deyəndə sonra deməsin ki, bəs sən izləmirmişsən. Bəli. Aydın. Bir də bu sual verin, bunu düz yazmışam. B-ni sadəcə belə fikirləşdim ki, qapalı tipli suallarla şagirdlərdə motivasiya yaratsa, məncə sadəcə qapalı tipli sual şagirdə motivasiya yaratmaz. Qapalı tipli sual yaratmır, bəli. Açıq tipli sual motivasiya yaradır, bəli. Niyə motivasiya? Motivasiya cəlb et. Ay, sağ ol, bəli. Düzəltmiş. Getdik. 12-yə baxaq müəllim. Baxaq.
Müəllim şagirdlərin fikirlərini üzə çıxartmaq üçün gündəmə aid olan mövzunu sinifə gətirir. Müzakirə prosesində özü rəhbərlik edən müəllim bildirir ki, öz fikirlərini bildirmək istəyən şagirdlər söz alaraq fikirlərini ifadə edə bilərlər. Müzakirə zamanı Murad müzakirə olunan mövzunun çoxlu sayda insanlar tərəfindən müzakirə olunduğunu və yekun qərara gəlindiyini dedi. Situasiyaya əsasən hansı fikir doğru deyil? Burada A variantına diqqətimi çəkdi müəllimə. Müəllim müzakirə üçün fikri olan şagirdlərin fikir bildirməsini deməklə təlimdə inklüzivliyin tələbini pozdu. Niyə müəllimə? Yəni bunu düz götürüb. Burada yəni tələb pozulur. Müzakirə prosesinə özü rəhbərlik edən müəllim bilir ki, öz fikirlərini bildirmək istəyən şagirdlər söz alaraq fikirlərini ifadə edə bilərlər. Murad müzakirə olunan mövzunun çoxlu sayda insanlar tərəfindən müzakirə olunduğunu və yekun qərar gəlindiyini dedi. Burada bilirsiniz niyə deyir pozub? Müəllim deyir ki, düzdür, mən bu suala sual işarəsi qoymuşam, yadıma düşdü bu sual. Tam da razı olmasam da, amma yəni nə mənada qoyduğunu deyim sizə. Müəllim birincisi deyir ki, müzakirə mövzusuna rəhbərlik edir. Tamam, rəhbərlik edə bilərəm də. Çünki orada müzakirə mübahisəyə çevrilsə müdaxilə edim deyə. Buradakı məsələ nədir? Deyir, müəllim bildirir ki, öz fikrini bildirmək istəyən şagirdlər söz alaraq, yəni icazə alaraq fikirlərini ifadə etsinlər. Bu da müzakirədə axı. Müzakirə nədir? Mən deyirəm, sən deyirsən, mən deyirəm, sən deyirsən. Yəni ki, hərə öz fikrini əsaslandırır da. Bu barədə deyə bilər ki, inklüzivliyin tələbini pozdu. Çünki inklüzivdə nə idi? Hamıya əlçatan olmalıdır da, hər kəs üçün əlçatan olmalıdır. Düz mən bu qədər də razı deyiləm, amma bu baxımdan deyib. Yəni suala hansı yöndən baxıb bu cavabı qoyub onu sizə demək istəyirəm. Ona görə A-nı düz götürüb. Amma doğru deyil istəyir də bizdən. Bəli, doğru deyil. Məsələn, mane olur. D-ni götürüb, D-ni. Burada deyir ki, müzakirə mövzusuna öz fikrini bildirməsinə mane olur. Müəllimin rəhbərlik etməsi. Bu yanlışdır. Maneə olmur, bəli. Bunu bilirəm, yəni A da mənə yanlış gəldi. Bəli. A-da dediyim kimi, A-la mən də tam razı deyiləm, amma dedim də hansı yöndən baxıb onu seçib. Bəli. Oldu. Getdik. 13. 13, baxaq. Müəllim şagirdlərə sinifdə yaratdığı maraq güşəsi adlanan mərkəzə öz maraqlarına aid nələrsə yerləşdirməyi tapşırdı. Bununla müəllim şagirdlərin potensiallarını və maraq dairələrini müəyyənləşdirmiş olur. Müəllimin təşkil etdiyi proses sonradan hansı fəaliyyətdə müəllimə kömək olacaq? Biri doğru deyil. Adı deyir, müxtəlif tədbirlər zamanı şagirdlərin öz potensiallarına görə iştirakını təmin edəcək. Bu düzgündür. Çünki potensiallarını öyrənməsi üçün ola bilər. Belə deyir, müəllimin istifadə etdiyi buzqıran strategiyası şagirdlər arasında bullyingin baş verməsinin qarşısını alır. Mən bunu səhv yazmışam. Mən ümumiyyətlə bu buzqıranla bağlı bütün sualları səhv yazıram. Buzqıran strategiyası nədir? Keçəcəyik onu. Buzqıran tədrisin əvvəlində olur adətən. Ortasında olurmu? Olur təbii ki. Lazım gələrsə olur. Sinifə təzə şagird gələndə, müəllim özü hansısa məktəbə təzə gedəndə. Buzqıran strategiyası müəllim şagird ya da şagird arasındakı loru dillə desək buzları əritmək üçündür. Biz bunu qiymətləndirmə kimi götürə bilərik. Buzqıran strategiyası. Yox, qiymətləndirmə deyil, yox. Məsələn, öncədən xəbər verir, yəni müəllimə. Öyrənir də şagirdi bir. Yəni belə deyim də, istəyirəm ki, şagirdlər bir-birinə qaynayıb qarışsın, mehriban olsunlar, bir-birlərinin xasiyyətlərini bilsinlər, nəyi sevirlər, nəyi sevmirlər. Bir sözlə də bir-birlərini tanısınlar. Müəllimə, mən də bunu səhv yazmışdım. Amma niyə buzqıran strategiyasından sonra niyə bullying baş verməsinin qarşısını alıb onu başa düşməmişdim. Yenə də deyirəm, bir-birlərini tanısınlar deyə. Çünki bir-birlərini tanımayanda, məsələn, bullying var idi. Bullyingdə düşünülməmiş, məqsədsiz bullying var idi. Uşaq biri ilə yalandan vurur, zarafat eləyir. Elə bilir ki, əylənir. Amma bilmir ki, onun yoldaşının xətrinə dəyir. Çünki onu tanımır, xasiyyətini tanımır. Ona görə deyir ki, bullyingin qarşısını alsın deyə. İnsan bir-birini tanıyanda bilirsən də qarşımdakının nədən xoşu gəlir, nədən xoşu gəlmir. Ona görə hərəkət edirəm. B düzdür yəni.
C-dəki səhvlik nədir? Müəllim gələcəkdə sərgi təşkil etsə, hansı şagirddən necə istifadə edəcəyini müəyyənləşdirir. Sanki şagird obyektdir, əşyadır, ondan necə istifadə edəcəyimi, yəni müəyyənləşdirir. Ona görə C səhvdir. Burada müəllim əgər sərgi təşkil edirsə, bunu özü təşkil etməlidir. Yəni şagirddən istifadə etməli deyil, elə? Yox. Sərgi təşkil edə bilər. Şagird o sərgidə iştirak edə bilər. Amma şagirdə necə istifadə etmək, bəyəm insan əşya deyil axı istifadə. Əşyadan istifadə edirik. Hə, bu əşyadır, mən bundan istifadə edirəm, düzdürmü? Amma insan əşya deyil axı, deyir ondan necə istifadə edəcəyini müəyyənləşdirir. Görüm bunun necə istifadə edə bilərəm. Müəllim elə bizim fikirlərindən istifadə edə bilər. Yox, fikirlərini demir. Fikirlərini demir, deyir hansı şagirddən necə istifadə edəcəyimi. Ona görə C səhvdir. Yəni şagird, biz dedik axı əvvəllər şagirdə obyekt gözündə baxılırdı. İndi obyekt yox, subyektdir. Subyekt. 13-dən sonra Mən 14-cü sualı düz yazmışam, cavab adı. Y də düz olmazdı. Y də uyğun gəlir, amma sual burada sırf nə üzrə qurulub? Nəsə sual təxmini yadımdadır da, nəsə ağlaşma falan. Nəsə, Xocalı haqqında danışırdı. Qızlar kədərlənir, oğlanlar qəzəb hissi. Nə? Lərə dayanırdı ona görə sual. Qızların ağlamağı. Bəli. Əsas məsələ yəni ordadır da. Əsas məsələ qurulmayıb o Xocalı soyqırımı üstündə. Bildim. Mənim imtahanda bu dərəcədə çətin düşmür, amma elə bilirəm. Bu çox Elə çətin. deyirlər. 3 səviyyədə olur da, asan da olur təbii ki içində, ortada çətində. Bəli. Getdik 14-dən sonra. 17. Ramin müəllim deyəsən əlinizi üzmüsünüz, ancaq keçiddən danışırsınız. 17 oxuyun. 14 yaşlı ana dostlarının fikirlərindən çox təsirlənir, geyim tərzini və saç düzümünü onların fikrincə formalaşdırır, hətta dinlədiyi musiqi janrını belə onların təsiri ilə formalaşdırır. Anarın fəaliyyəti ilə bağlı onun haqqında deyilən hansı fikir doğrudur? Mən burada yazmışdım C. Anar yoldaşları tərəfindən bullyingə məruz qalır. Anar ekstravert şəxsiyyət tipinə malikdir. İçinə qapanıq deyil ki, yəni dostları ilə olur. Sadəcə dostları buna deyir ki, saçın belədir, geyim tərzin. Ekstravert şəxsiyyət tipi odur ki, ətrafdakıların düşündükləri daha doğrudur mənə görə. Onlar belə deyirsə belədir deməli. Mənim öz fikrim yoxdur. De olmaz, bullyingə məruz qalmır uşaq. Bullyingə aid bir şey demir axı onun fikrindən çox tərsən geyim tərzini, saç düzümünü onların fikrincə formalaşdırır. Axı nəsə bunu ələ salmırlar. Yəni bullying olması üçün nəsə verməlidir ki, yəni buna nəsə əl desək ki, anarı ələ salırlar geyiminə görə, öz aralarına almırlar. Nəsə də belə lağlağa edirlər. Belə bir şey desə, deyərik ki, hə. Sadəcə deyir ki, anar dostlarının fikirlərindən çox təsirlənir. Geyim tərzini, saç düzümünü onların fikrincə formalaşdırır. Çox təsirlənir, o demək deyil, bunu nəsə deyiblər, bu kədərlənib, təsirlənib. Yəni, onlar nəsə deyirlər ki, geyim belə olmalıdır, saç belə olmalıdır. Oradan, yəni, qaynaqlarında təsirlənir ki, onda mən də gedim belə eləyim. Yəni, onlar belə deyirsə, təsir edirlər də buna, yəni. Bildim. Aha, 17-dən sonra... Mən bir dənə 19-da da zəhmət olmasa baxaq da. Aha. Atasının ona aldığı yeni çantanı qəza nəticəsində cırılmasından məyus olan şagird verilən reaksiyalarda hansı empatik reaksiyaya nümunədir? Verilən reaksiyalardan hansı empatik reaksiyaya nümunədir? Empatiya yəni. Burada C çıxır mənim. Bəli, burada C çıxır. Mən səni yaxşı başa düşürəm. Empatiyanın cümləsi. Elə götürüldü. Amma nə bilim, anlaya bilmədim. Ona görə istədim. Empatiya nədir? Mən səni anlayıram. Empatiya nə idi? Səni özümü sənin yerinə qoyub səni anlayıram. Səni başa düşürəm. Bu empatiyadır. O nəzərdən yazılıb da, yəqin ki, bu da. Bəli də, yazılıb da empatik. Bəli, empatiya. Mən səni yaxşı başa düşürəm. Yəni burada
Yeni bir çanta alasın, çantanızı cırıldığı üçün atanız sizi əsəbləşər. Bunlar heç bir ona aidiyyəti yox. Sadəcə olaraq Empatiya deyil. Yox, xeyr, heç biri empatiya bəli. deyil. Və deyir ki, cırılıb, bundan məyus olan şagirdə verilən reaksiyalardan hansı empatiyaya nümunədir? Mən səni yaxşı başa düşürəm, mən səni anlayıram. Anlayıram ki, sənin təzə çantan cırılıb deyə üzülürsən. Məsələn deyirəm, Özünü olub onun ki, yerində görür də, yəni empati özünü ay onun sağ ol. yerində görür. Olub ki, kimsə gəlib kefi pozulub, məsələn deyirəm də, deyir ki, Bəli. 100 manat pulumu itirmişəm. Mən də qayıdıb deyirəm ki, mən səni başa düşürəm. Adam 1 manatını belə itirəndə Bəli. pis olur. Empatiya qururam da. Bəli. Müəllimə, amma o desə ki, məsəl üçün, gəl sənə 100 manat pul verim, onda deyərəm ki, başa düşür empatiya. O götürmüşəm müəllimə. Ay Allah. Yox. Yox, pula görə yox, amma ki, yəni özü onun yerinə qoymalısan da. Əsas məqam budur empatiyada. Yəni ki, Bəli, özü onun bəli. yerinə Onu qoymalısan. yerinə qoyub onu anlamaq. Bəli, Mən bəli. dedim, müəllimə məni anladısa, anladısa yenə Boş-boş anlamaq lazım deyil. Hə, başa düşdük. Boş-boş anlamaq lazım deyil yəni. Neyirəm sən məni anladığını? bəli müəllimə. Getdik, 20 düzdür. Tamam. Bitdi də yəqin ki. Deməli, sizlə operant şərtləməni keçmişik, seçim nəzəriyyəsini keçmişik, düzdür? Stimula cavab. Onun testləri yoxdur. Hə, Qeyd bu gün et. bitir. Hə, var. Prosu qarışıqdır. Bu gün bitirək, hamısını bir işləyəcəksiniz. Edward Thorndike'ın stimula cavab nəzəriyyəsi. Əslində bu nəzəriyyə kitabda çox balaca yazılıb, amma oxusaz heç nə başa düşməyəcəksiniz də. Yəni prosta biraz yazılıb, amma mənasını başa düşmək olmur. Mən burada biraz genişləndirmişəm nümunələrlə falan ki, tam mahiyyətini anlayaq. Zaten bizə bu dərsi əzbərləmək falan lazım deyil də. Mahiyyəti anlayaq ki, testləri tətbiq edə bilək də. Deməli, bu Edward Thorndike tərəfindən irəli sürülmüş və öyrənmənin mahiyyətini insanın ətraf mühitdən aldığı stimullara verdiyi cavablar üzərində qurulan əlaqələr vasitəsilə izah edib. Bu nə deməkdir? Məsəl üçün, tutalım deyirəm də, bir keks bişirirsiniz. Keks bişirəndə o qabı qoyanda tuxovkaya qolunuz yanır. Yəni orada siz hansı nəsə aldınız da, oradan pis enerji aldınız da, qolunuz yandı. Gələn dəfə artıq nə edəcəksiniz? Daha ehtiyatlı olacaqsınız da. Yəni onun nəticəsində gördüyünüzə görə, yəni qolunuz yandığına görə gələn dəfə daha ehtiyatlı olacaqsınız. Mənası bura gəlir. Və burada bir neçə qanun var. Birincisi təsir qanunudur. Təsir qanunu stimula cavab nəzəriyyəsinin ən fundamental sütunlarından biridir. Burada deməli davranışın nəticəsi, yəni göstərdiyiniz davranışın nəticəsi həmin davranışın gələcəkdə təkrarlanıb təkrarlanmayacağını müəyyən edir. Bayaq dedim. Məsələn, qoydum qabı, qolum yandı. Qolum yandığına görə gələn dəfə nə edəcəm? Daha belə deyim də diqqətli olacağam ki, bir də təkrarlanmasın. Ona görə deyir ki, həmin davranışın gələcəkdə təkrarlanıb təkrarlanmayacağını müəyyən edir. Təsir qanunun iki əsas tərəfi var. Məmnuniyyət doğuran nəticələr və narazılıq doğuran nəticələr. Əgər bir stimul qarşısında verilən cavab müsbət bir nəticə verirsə, yəni nə bilim bir mükafat, bir həzz verirsə sizə, o stimul ilə cavab arasındakı bağ güclənir. Təbii ki, mən onun belə deyim də, yaxşı bir şey alıramsa, əlbəttə o güclənəcək, onu mən bir də davam edəcəm. Gələcəkdə həmin vəziyyətdə eyni hərəkətin edilmə ehtimalı artır. Narazılıq doğuran nəticələr, əgər verilən cavab mənfi bir nəticədirsə, cəzadırsa, ağrı verirsə sizə, stimul reaksiya arasındakı bağ zəifləyir, gələcəkdə həmin hərəkətin təkrarlanma ehtimalı azalır. Bayaq dediyim kimi tuxovkaya qoydum, qolum yandı, bu mənə ağrı verdiyinə görə gələcəkdə bunun təkrarlanma ehtimalı azalır. Niyə? Çünki mən daha diqqətli oluram. İndi Thorndike bu nəzəriyyəni yazanda tapmaca qutusu təcrübəsi adlı, indi kitabda bunu verməyib, indi sizə aydın olsun deyə yazmışam. Belə bir təcrübə keçirib. Deməli, nədir tapmaca qutusu? Bir qutu düzəldir. Təbii ki, qutuda hər şəraiti yaradır. Nəm yuxarısında ip asır, pəncərə qoyur, qapı qoyur, pedal qoyur. Belə.
Deməli, Thorndike bu qanunu sübut etmək üçün ac pişikləri xüsusi hazırlanmış qutulara qoyurdu. Qutudan çıxmaq üçün pişik müəyyən bir pedala basmalı və ya ipi çəkməlidir. Yəni, qutudan iki çıxış yolu var. Ya pedala bassa çıxa biləcək, ya ipi dartsa çıxa biləcək. İndi qalır pişiyə. İlk cəhdlər. Deməli, qoyub qutunu, pişiyi də qoyub içinə, qutunun da pəncərəsi var və qarşı tərəfdə də yemək var. Pişik, yəni pəncərədən o yeməyi görür, özü də acdır və neyniyəcək? Təbii ki, qutudan çıxmağa cəhd göstərir. Demək, əlbəttə birinci pişik neyniyəcək? Qutuda təsadüfi hərəkətlər edəcək, yəni ora-bura qaçacaq nəsə də. Stimul nədir? Qutu və çöldəki yemək. Cavab nədir? Stimula cavabdan danışıqda. Cavab odur ki, ora-bura qaçmaq. Qaçaraq istəyirəm ki, qutudan çıxım, çöldəki yeməyi götürüm. Təsadüfi uğur. Pişik təsadüfən pedala basır və qapı açılır. Deməli, bunun sonunda nə oldu? Müsbət nəticə. Getdi yeməyi yeməyə. Nəticədə pişik qutuya təkrar qoyulduqda artıq faydasız hərəkətləri, ay nə bilim, qapını cırmaqlayım, ora-bura qaçım, bunu azaldır, birbaşa pedala yönəlir. Çünki pedala basmaq hərəkəti mükafat ilə möhkəmlənib. Çünki keçən dəfə pedala basanda onun nəticəsində nə görmüşdü? O yeməyi yemişdi. Oje onun beynində yazıldı. Demək ki, mən bunun nəticəsində mükafat gördümsə, artıq bu neyir? Güclənir. Stimulla cavab arasındakı bağ gücləndi. Gələn dəfə də eynisini edəcəm. Görürsünüz? Gələn dəfə də deyir ki, artıq hərəkətlər eləmir. Promoy pedala basır, çıxır, gedir. Bu qanunun önəmi nədir? Təsir qanunu, deməli, təhsildə önəmi nədir? Şagirdin düzgün cavabına verilən əhsən və ya yüksək qiymət onun oxumağa olan həvəsini artırır. Bəli, daha da həvəslənir də, stimula reaksiya bağını gücləndirir. Tərbiyədə necədir? Uşaqların müsbət davranışlarını tərifləmək, həmin davranışın vərdişə çevrilməsini kömək edir. Uşaq görür ki, mən bu məsələn deyirəm də, mən tökdüyüm oyuncaqları yığışdırdığıma görə tərifləndim. Demək ki, bunun sonunda mükafat tərif aldımsa, mən bunu yenə də təkrarlayım. Yəni, bunu daha da həvəsləndirirəm. Sonra iş mühitində necə olur? Bonus və mükafat sistemi işçinin məhsuldar davranışını stimullaşdırır. Yəni ki, məsələn, işləyirsən, bütün gün işləyirsən, riski gətirirlər ki, ildə ayda bir dəfə ki, bu ay sənə bonus veririk bu qədər. Neyniyərsən? Daha da həvəslənərsən ki, burada insana qiymət verirlər. Bu oldu təsir qanunu. Hazırlıq qanunu nədir? Thorndike'ın öyrənmə ilə bağlı irəli sürdüyü 4 əsas qanundan biridir. Birincisi təsir idi, ikincisi hazırlıq. Bu qanun öyrənmənin baş verməsi üçün fərdin həm fiziki, həm də psixoloji olaraq həmin fəaliyyətə nə dərəcədə hazır olduğunu izah edir. Məsələn, əgər bir insan bir işi görməyə hazırdırsa və o işi görürsə, bu onda məmnunluq yaradır. Əgər hazır deyilsə və məcbur edilirsə, bu onda narahatlıq və qıcıq doğurur. Hətta buna nümunələr də yazmışam. Məsələn, hazır olub icra etmək. Fərd bir hərəkəti etməyə tam hazırdırsa, motivasiyası var, enerjisi yerindədir və həmin hərəkəti icra edirsə, bu onda məmnunluq hissi yaradır. Lap belə nümunə çəkim. Düşünün ki, indi yəqin ki, cavan vaxtlarımızda, yəni cavan qız olan vaxtlarımızda, 16, 17, 18, 19, 20 yaşlarımızda düşünün ki, bəzən olur ki, adam, lap elə indiki yaşımızda da, bəzən olur ki, adam o qədər enerjili olur ki, İstəyirsən ki, öz içindən gəlir də, istəyirsən evi belə tökəsən dibdən, dib köşə yığışdırasan, belə enerji gəlir də sənə və buna özü hazır hiss edirsən, yüksək enerji ilə mahnı qoşursan, evi yığışdırırsan, hər şey əlada, yəni özün enerji ilə tam hazırsan və bunu hazır olaraq icra edirsən və bundan zövq alırsan. İndi hazır olub icra edə bilməmək də var. Fərd bir hərəkəti etməyə hazırdırsa, lakin ona maneçilik törədilirsə, bu onda qıcıq əsəb yaradır. Məsələn, uşaq olur ki, dərsi yaxşı bilir, yəqin bu halda olub, amma müəllim birinci dəfə, növbəti dəfə, o bir dəfə bu uşaqdan iminli dərsi soruşmur. Uşaq onda nə olur? Qıcıq olur, əsəb olur, deyir ki, bir də oxumayacam o fənni. Niyə müəllim məni durğuzmur? Məziyyət çəkib öyrənirəm. Bir də var ki, hazır olmayıb, icra etməyə məcbur olmaq. Bayaqki məsələyə gələk ev yığışdırmağa. Düşünün ki, bugün heç bir modunuz yoxdur, heç adam yerindən çıxmaq istəmir,
kefiniz yoxdur da, indi nə xətrinizəmi kimsə deyək və s. Heç modunuz yoxdur. Yəni istəyirsən ancaq elə yerimdə telefon qurdalayım ya da yatım. Hə, ananız gəlir, neynir, başlayır. Bir dəfə evdəsən, dur evləri yığışdır, belə-belə. Artıq hazır deyilsiniz, özünüzü buna hazır etmirsiniz, məcbur ki, danışmasın deyə durum yığışdırın. Və yaxud da bunu məktəbə aid etsək, fərd hərəkəti etməyə hazır deyilsə, yəni istəyi və yaxud qabiliyyəti yoxdursa, lakin onu məcburən etdirirlərsə, bunda mənfi reaksiya doğurur. Məsələn, mövzunu heç anlamayan bir şagirdi lövhəyə çıxarıb məsələ həll etməyə məcbur etmək. Uşaq deyir, başa düşməmişəm, mən niyə çıxarıblar bu məsələni eləməyə də, yəni onsuz başa düşməmişəm. Bunda yəni qıcıq yaradır. Məşq qanunu nədir? Bu üçüncü növüdür. Belə deyək də, məşq təkrar biliyin anasıdır prinsipi. Davamlı məşq etmək yəni. Məşq qanunu bir stimul ilə reaksiya arasındakı bağın nə dərəcədə qalıcı olduğunu izah edir. Təbii ki, nə qədər bir şeyi məşq ediriksə, o əlbəttə qalıcı olacaq. Məsələn, istifadə qanunu, yəni bunu nə qədər istifadə etməyimiz. Bir stimul ilə cavab arasındakı əlaqə təkrarlandıqca həmin bağ güclənir. Yəni bir hərəkəti nə qədər çox məşq etsək, onu öyrənməyimiz və gələcəkdə avtomatik icra etməyimiz bir o qədər asanlaşır. Çünki, belə deyim də, insan bir şeyi çoxlu məşq etdikcə, əlbəttə o avtomatikləşir də, vərdiş halını alır. Məsələn, bir musiqi alətində hər gün eyni qammanı çalmaq barmaqların həmin hərəkətə öyrəşməsini təmin edir. Bəs istifadə etməmə qanunu, bu da belədir məsələn. Yəni, həqiqətən insan istifadə etmədikcə artıq unudur. Əgər stimul ilə cavab arasındakı əlaqə uzun müddət təkrar olunmazsa, yəni istifadə edilməzsə, həmin bağ zəifləyir və getdikcə unudulur. Məsələn, ən çox dillərə deyirik, xarici dil, rus dili, deyirsən, istifadə etmədikcə unudulur. Orta məktəbdə öyrəndiyiniz bir riyazi düsturu illərlə tətbiq etmədikdə, o düsturu və onun həll yolunu xatırlamaq çətinləşir. Və dördüncüsü, çoxsaylı reaksiyalar qanunu. Deməli, burada da nədir məsələ? Yeni bir problemlə qarşılaşdığımız zaman baş verən prosesi izah edir. Bu qanuna görə bir canlı yeni bir stimul ilə qarşılaşdıqda və həmin an düzgün cavabı bilmədikdə, o bir sıra müxtəlif reaksiyalar, yəni cəhdlər verməyə başlayır. Yəni, deyək ki, bir problemlə rastlaşırıq, problemi həll yolu bilmiriksə, bir sıra cəhdlər etməyə başlayırıq. Əgər canlı ilk reaksiyasında uğur qazanmasa, o dayanıb gözləmir, əvəzində başqa bir hərəkət sınağından keçir. Adından məlumdur, çoxsaylı reaksiya göstərirəm, onu edirəm, bunu edirəm, bu alınmadı, başqasını keçirəm. Necə ki, pişik gah ora-bura cırmaqladı, gah pişik ora-buranı cırmaqladı, gah nə bilim, neynədi, axırda təsadüfən pedala bastı, neynədi, açıldı, çıxdı. Yəni, çoxsaylı reaksiya göstərdi. Bu proses elmdə sınaq və səhv metodu kimi tanınır. Sınaq və səhv metodu. Deməli, problem həll olunana qədər fərd müxtəlif davranış modellərini sınayır. Görürsünüz, problem həll olunana qədər müxtəlif davranış modeli. Bu alınmadı, başqasına keçirəm, o alınmadı, başqasına keçirəm. Əslində belə olmalıdır. Uğurlu cavabın seçilməsi çoxsaylı reaksiyalar içərisindən yalnız müsbət nəticə verən, yəni sizi məqsədə çatdıran reaksiya yadda saxlanılır və möhkəmlənir. Artıq siz həmişə o yolla gedəcəksiniz. Əgər fərdin yalnız bir növ reaksiya vermə imkanı olsaydı və o da işə yaramasaydı, öyrənmə heç vaxt baş verməzdi. Yəni, düşünün ki, bir şey var, yəni bir problem mi deyim, nəsə də bir problem var. Bir dənə həll yolu edirəm ona, o da alınmır, təslim oluram. Ya da ki, bir məsələ var, bir üsulla həll edirəm, o da alınmır, təslim oluram. Məsələ də qaldı orada. Əlbəttə, öyrənmə baş verməyəcək. Deyir ki, alternativ yollardan istifadə elə. Get, məqsədə doğru get. Yəni, çoxsaylı reaksiyalar öyrənmənin sağ qalma mexanizmidir. Torundaykın aç pişiyi qutuya ilk dəfə qoyduğunda pişik dərhal pedala basmır. Bəli, dərhal basmır. O neyinir? Çoxsaylı reaksiya göstərir. Qutunun barmaqlıqlarını dişləyir, pəncəsi ilə qapını itələyir, yuxarı tullanmağa çalışır, miyolduyur. Budur çoxsaylı reaksiya. Nəhayət bu reaksiyalardan biri, yəni pedala basmaq təsadüfən uğur gətirir və digər səmərəsiz reaksiyalar tədricən sıradan çıxır. Bu qanunun təhsil üçün önəmi nədir? Səhv etmək normaldır. Bunu həmişə deyirik, səhvlərimizdən öyrənirik. Bu qanun göstərir ki, səhvlər öyrənmənin ayrılmaz hissəsidir. Şagird düzgün cavabı tapana qədər müxtəlif yanlış yolları sınamalıdır. Sınadıqca öyrənəcək.
Sonra müəllimlər şagirdlərə yalnız hazır düsturları verməməli, onlara fərqli yolları sınamaq üçün şərait yaratmalıdırlar. Sonra çoxsaylı reaksiyalar həm də yaradıcı düşüncənin əsasıdır. Bir problemin həlli üçün 10 fərqli yol sınamaq zəkanı inkişaf etdirir. Bəli, zaten çoxsaylı reaksiya nədir? Alınmadı başqa yol, alınmadı başqa yol, yəni alternativ yollar axtarırıq. Bəli, bu olur çoxsaylı reaksiya. Sosial intizam modeli. Biz sizinlə operant şərtlənmə keçmişik. Deməli, orada cəza var idi, mükafat cəza. Seçim nəzəriyyəsi keçmişik. Seçim nəzəriyyəsi keçmişik də seçimi. Seçim nəzəriyyəsini keçmişik. Hə, ay sağ ol. Orada cəza yox idi. Orada gözü adına mənim seçim, dəstəkləyici mühit var idi. Sosial intizam modelində də cəza yoxdur. Deməli, Dreykursun nəzəriyyəsidir, Rudolf Dreykursun. Bu nəzəriyyəni daha diqqətli öyrənərsiniz. İmtahanda ən çox dediyim kimi situasiya sualları, ay nə bilim, sinifdə filan hadisə baş verdi, müəllim nə etməlidir? Bax, buna aid düşür, yəni çox düşür. Deməli, Rudolf Dreykursun sosial intizam modeli nədir? Uşaqların davranışlarını anlamaq və idarə etmək üçün humanistlik bir yanaşmadır. Əsas fəlsəfəsi nədir? Uşaqlar sosial varlıqlardır və onların ən böyük ehtiyacı bu qrupa aid olmaqdır. Yəni, uşaq özünü ora aid hiss etmək istəyir də. Ona görə biz elə bir mühit yaratmalıyıq ki, indi deyəcəklərimə gərək qalmasın. Deməli, Dreykurs hesab edir ki, hər bir şagird bir qrupun, nə bilim, ailənin, sinifin bir hissəsi olmaq, orada özünü əhəmiyyətli hiss etmək istəyir. Yəni, orada özünü dəyərli hiss etmək istəyir, özünü ora aid hiss etmək istəyir. Uşaq bu ehtiyacını sağlam yollarla qarşılaya bilmədikdə səhv məqsədlərə yönəlir. Və 4 dənə səhv məqsəd var. Diqqəti cəlb etmək, məsələn, burada deyil, mən ancaq hamı mənə baxanda əhəmiyyətliyəm. Güc nümayiş etdirmək, mən ancaq nəzarət məndə olanda və ya mənə deyiləni etməyəndə güclüyəm. Qisas almaq, mən incidilmişəm, ona görə də başqalarını incitməliyəm. Çarəsizlik hissi və imtina, mən bacarıqsızam, heç nə etməsəm daha yaxşıdır. Yəni, mən ümumiyyətlə, bax, görürsünüz buradakı yazılanları, ümumiyyətlə, uşaq niyə bu vəziyyətə gəlməlidir ki? Günah bizdədir. Niyə özünü bu vəziyyətdə hiss eləməlidir? Amma artıq bunu biz bu şəraiti yaratmışıqsa, təbii ki, uşaq bu yollara əl atacaq və biz həmin yollarda nə etməliyik? Deməli, səhv məqsəd nədir və burada da həll yollarıdır? Diqqəti cəlb etmək. Uşağın məqsədi nədir? Başqalarını, yəni müəllimi və yoldaşlarının məşğul etməklə onlardan xüsusi diqqət, qayğı gözləmək. Yəni, qəsdən diqqəti cəlb edir ki, onlardan xüsusi diqqət və qayğı gözləyir. Uşağın inamı odur ki, mən yalnız diqqət çəkəndə və ya xüsusi qayğı görəndə özümü bura aid hesab edirəm. Mən yalnız səni, məsələn, müəllimə deyir də, mənimlə məşğul etdiyim zaman önəmliyəm. Yəni, mən bilirəm, özümü önəmli hesab edirəm ki, sən mənlə məşğulsan. Fərqi yoxdur, mənə acıqlanırsan, məni tərifləyirsən, fərqi yoxdur, əsas odur, mənlə məşğulsan. Gizli mesajı nədir? Əslində, bunları etməkdə bunun gizli mesajı nədir? Nə bunu vadar edib ki, bu vəziyyətə gətirib çıxarıb? Mənə diqqət yetirin, məni cəlb edin, mən də qoşulmaq istəyirəm, yəni sizin aranıza. Hə, bəs bu hallarda məsələn deyirəm də, uşaq qəsdən dərsi pozur. Müəllim dərs izah edir, uşaq qəsdən dərsi pozursa, müəllim nə etməlidir? Durub ona qışqırsam ki, ay uşaq bəhsə sakit dur, o sevinəcək, o deyəcək, mən məqsədimə çatdım, zaten istəyim buydu da, səni özümlə məşğul edim. Ona görə nə edirik? Diqqəti minimuma endirmək. Davranışa məhəl qoymayın, yəni fikir verməyin. Yaxınlıqda durun, qeyd götürün. Yəni, məsələn, siz də ona belə bir gizli mesaj ötürün. Gedin, məsələn, dərs izah edə-edə, gedin onun yanında durun. Əlinizi onun partasına qoyun, əlinizi onun çiyninə qoyun. Bir növ siz də ona gizli mesaj ötürürsünüz ki, bala, narahat olma, sən mənim nəzərimdəsən. Bu belə. Sonra şagirdin diqqətini yayındırın. Məsələn, fəaliyyətini dəyişdirin, ona sual verin. Yəni də diqqətini yayındırmaq lazımdır. Uyğun davranışı dəstəkləyin. Məsələn, hansı yaxşı bir davranışı varsa, ona təşəkkür edin, təbrik stikeri verin. Axı deyir, məni də qatın da öz aranıza. Məni də cəlb edin, mən də aid olmaq istəyirəm. Mən də özümü sizlərdən hesab eləmək istəyirəm. Sonra və yaxud da şagirdə hərəkət etdirin. Şagirddən başqa bir oturacaqda oturmasını xahiş edin, düşüncə kreslosuna göndərin. Elə ki, başqa bir oturacaqda otur, filan şey haqqında düşün. Belə. Yaxşı, güc nümayiş etdirmək ikinci səhv məqsəddir. Niyə uşaq
güc nümayiş etdirsin. Məqsəd odur ki, güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışıram. O, bəzi uşaqlar var, mən bu sinfin ağasıyam tipli. Uşağın inancı nədir? Mən yalnız nüfuzlu olduğum deməli vəziyyətə, mən yalnız nüfuzlu olduğum vəziyyətə nəzarət etdiyim və ya heç kimin mənim üzərimdə nüfuz sahibi ola bilməyəcəyini sübut etdiyim zaman özümü mənsub hesab edirəm. Yəni ki, bu sinfin ağası mənəm, heç kim mənə söz keçirə bilməz, nüfuz sahibiyəm, belə, bu cür özünü güclü hesab edir də. Çünki bu uşağın gücə ehtiyacı var. Bunu da başqa cür ödəməlidir. O ehtiyacını biz ona ödətməliyik. Eləməyəndə o da gücünü başqa cür göstərəcək. Gizli mesajı nədir? Mənə kömək edin, mənə seçimlər verin, özümü bacarıqlı hesab etmək istəyirəm. Bax, bunun gücü budur, bacarıqlı hesab edin. Yaxşı, müəllim burada nə edə bilər? Soyuqqanlılığı qoruyun, gərginlik və ya qarşıdurmadan yayının. Yəni, uşaqla dilbədil, ağız-ağız ötüşməyin. Davranışları ilə mütləq razılaşmadan perspektivlərini, hisslərini və ya narahatlıqlarını tanıyın. Bu, onların hərəkətləri uyğun olmasa belə hörmət və empatiya göstərmək üsuludur. Yəni, onu anla, ola bilər o yanlış hərəkətlər göstərir, amma siz onu anladığınızı ona hiss etdirin, yəni empatiya qurun. Sonra time out'dan istifadə edin. Time out fiziki tərbiyə terminidir, yəni fasilədən istifadə edin. Fərdi söhbət edin. Bu addım situasiyanın tamaşaya çevrilməsinin qarşısını almaq və daha diqqətli, konstruktiv müzakirə imkan yaratmaq məqsədi daşıyır. Yəni demək istəyir ki, durub uşaqların içində eləməyin, yoxsa o deyəcək, sən deyəcəksən. Tamaşaya çevirməyin buranı. Fərdi təklikdə çağırın, danışın, dərdini soruşun. Ona dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsvir edin. Ədalətli, ardıcıl olun. Nəticələrin yalnız yanlış davranışla bağlı olmasını təmin edin. Nəticələr cəza tədbirinə deyil, düzəldici fəaliyyətləri diqqət yetirməlidir. Yəni, cəza yoxdur burada. Yəni, uşaq hansısa dağıdıcı davranış göstərirsə, onunla danışaraq, ona ədalətli davranaraq və davamlı hər gün elə eləməliyəm ki, onu vəziyyətdən çıxarım. Üçüncüsü, qisas almaq. Məqsəd odur ki, əvəzini çıxıram. İnancı odur ki, özüm incidiləndə başqalarını da incidirəm, mən bəyənilə və sevilə bilmirəm. Gizli mesaj odur ki, mənə kömək et, incinmişəm, xətrimə dəymisiz, yəni hisslərimi qəbul et, mən sayıldığımı hiss etmək istəyirəm. Eyni şeyləri, burada dediklərimin eynisi burada aiddir. Yəni, qisas almağa da aid yenə fərdi danış, yenə də dağıdıcı davranışların nəticələrini başa sal, fasilədən istifadə et və s. Bəs çarəsizlik hissi və imtina nədir? Məqsəd odur ki, təslim olmaq və tək qalmaq. Uşağın inancı odur ki, mən qeyri-kamil olduğum üçün aid ola bilmərəm. Ona görə də başqalarını məndən heç nə gözləməməyə inandıracam. Mən acizəm və bacarmıram. Artıq təslim olub, qapalı düşüncədədir. Çalışmağın faydası yoxdur, çünki müsbət nəticəyə təsiri yoxdur. Gizli mesaj nədir? Mənə öhdəsindən gələ biləcəyim kiçik addımlar göstərin. Uğurlarımı vurğulayın. Ona görə deyirik, konstruktiv rəy, ən kiçik uğurunu belə vurğulamaq lazımdır. Özümü olduğum kimi qəbul etməliyəm. Cəsarətləndirilməyə ehtiyacım var. Yəni, həvəsləndirilməyə ehtiyacım var. Müəllim nə etməlidir? Təlim metodlarını dəyişdirin. Hər dəfə bir addım öyrət ya da təlimatı kiçik hissələrə bölərək öyrət. Fərdi dəstək göstər. Uşağın özünə deməli, müsbətləri təlqin etməyi öyrədin. Səhvlərdən doğru nəticə çıxarmağı təmin edin. Yaxşı, burada nə deyək? Cəza yoxdur, cəza yerinə məntiqi nəticələr var. Məsələn, Dreyfus ənənəvi cəza üsullarına qarşı idi. O cəzanın aşağılayıcı hesab edir və bunun yerinə məntiqi nəticələr təklif edir. Çünki deyir ki, cəza ixtiyari tətbiq olunur, uşağı qorxudur və qəzəbləndirir. Məntiqi nəticə isə davranışla birbaşa əlaqəlidir və uşağın seçim şansı verir. Burada hətta məsələn, divara şəkil çəkən uşaq divarı təmizləyir. Məsələn, uşaq divara şəkil çəkib, cəza olsa, deyəcəm ki, deməli, divara şəkil çəkmirsən, səni tənəffüsdən azad edirəm, ekskursiyadan azad edirəm. Bu oldu cəza. Amma deyirəm ki, divara şəkil çəkmirsən, nə deyirəm? Deyirəm, davranışla birbaşa əlaqəlidir. Bala, ala bu əskini, o çəkdiyində, nəyə çəkmirsən, onu gəl sil. Bütün divarı sildirmə, amma çəkdiyi şəkli. Uşaq başa düşsün ki, bu daha məntiqlidir də, yəni çəkib heç olmasa silsin. Uşaq başa düşür ki, mən bunu etsəm, nəticəsində yenə özüm əziyyətini çəkib siləcəm. Sonra tərif yerinə təşviq.
Drekus deyir ki, yaramaz uşaq əslində cəsarəti qırılmış uşaqdır. Ona görə də tərif uşağı xarici rəydən asılı saldığı halda, yadınızdadırsa Karl Dweckdə də onu keçmişdik. Mən əgər uşağı yanlış tərif deyirəmsə, şəxsinə yönəlik, emosiyalarına yönəlik, ay nə bilsən ağıl dəryasına səndən yoxdur kimi tərif deyirəmsə, bu ona belə deyək də həmin o tərifdən asılı, xarici rəydən asılı vəziyyətə salır. Təşviq isə onun daxili özünü inamını bərpa edir. Tərif rəqabəti stimullaşdırır, tamamlanmış nailiyyətə görə verilən mükafatdır, eqoizmi stimullaşdırır. Yəni, məndən yoxdur düşüncəsi. Təşviq isə bir cəhdin qəbul edilməsidir. Yəni, kiçik bir cəhdini belə qəbul edib uğurunu vurğuluyuram. Şagirdlərə öz fəaliyyətlərini qiymətləndirməyə kömək edir, əməkdaşlığı stimullaşdırır. Görürsünüz, tam əksi. Biri rəqabəti, biri əməkdaşlığı stimullaşdırır. Məsələn, biri tərifi, biri isə deyir ki, ən kiçik uğurunu belə deyən ki, həvəslənsin. Bu da belə. Deməli, sosial insan modeli qaldı şey. Əməkdaşlıq və proaktiv həllər Doktor Rosgrindir. Çox asandır. Burada da cəza yoxdur, dəstəkləyici mühit var. Bu yanaşma şagirdin davranışının zaten bu keçdiyimiz nəzəriyyələr hamısı şagirdin davranışı ilə bağlıdır. Davranışla bağlı nəzəriyyələrdir. Bu da şagird davranışının idarə olunmasında əməkdaşlığa əsaslanan yanaşmanı izah edir. Davranış problemlərinin cəza ilə deyil, bacarıqların inkişafı və birgə, zaten əməkdaşlıq deyir də, birgə problem həlli yolu ilə aradan qaldırıldığını vurğuluyur. Yanaşmanın əsas ideyası nədir? Problemli davranışın səbəbi motivasiya çatışmazlığı deyil, tələb olunan bacarıqların yetərsizliyi və ya həll olunmamış problemdir. Qısacası deyir ki, bir uşaq əgər problemli davranış göstərirsə, yəni Rosgrin deyir, iki məqsəd var, iki səbəb var. Birinci səbəb odur ki, tələb olunan bacarıqların lazımi səviyyədə formalaşmaması. Belə deyim də sizə, mən ona nəsə tapşırıq vermişəm, yəni ondan tələb etdiyim bacarıq. Uşaq onun öhdəsindən gələ bilmir. Yəni, o tapşırıq onun üçün ağırdır. Öhdəsindən gələ bilmir deyə neyniyəcək? Davranış pozuntusu göstərəcək. İkincisi, həll edilməmiş və davam edən problemləri var. Neynəməliyik? Əməkdaşlıq və proaktiv həllər yanaşmasını istifadə etməliyik. Ən birinci, empatiya qurun. Şagirdin baxış bucağını anlamaq, onun çətinliklərini qəbul etmək. Yəni, deyir ki, ay müəllim, sən də bir vaxtlar o parti arxasında olmusan, güya ki, sən professor olmamısan ki, sənin də elə tapşırıq olub ki, öhdəsindən gələ bilməmsən, başa düşməmsən, anlaya bilməmsən. Problemi iradə və ya istəksizlik kimi qiymətləndirməmək. Yəni, bu uşağın iradəsi və ya istəksizliyi deyil, sadəcə öhdəsindən gələ bilmir. İkincisi, problemi müəyyənləşdir. Davranışa səbəb olan konkret çətinliyi birgə aydınlaşdırmaq, gözləntilərlə şagirdin bacarıqları arasındakı uyğunsuzluğu üzə çıxarmaq. Yəni, deyir ki, uşaqla birgə dinləyin, bax, problemin nədir, harada çətinliyin var. Birgə yəni bunu aydınlaşdıraq. Əməkdaşlıq edin, şagirdin ehtiyaclarını və vəziyyətin tələblərini nəzərə alaraq, hər iki tərəf üçün məqbul həll yolu tapmaq. Böyüklər uşağa problem həll etmə bacarığını öyrətməklə dəstək olurlar. Yəni, birlikdə əməkdaşlıq edərək problemi həll etmək. Yanaşmanın tətbiq prinsipləri nədir? Əsas dəstəkləyici və təhlükəsiz mühit. Zaten bir yerdə cəza yoxdursa, orada dəstəkləyici mühit var. Problemin həllinə fokuslanmaq əsasdır. Müəllim emosional nəzarəti qoruyaraq diqqəti nəticəyə yönəltməlidir. Şagirdlərlə işləyərkən səbir və ardıcıllıq vacibdir. Məsələn, mən bugün problemi müəyyən elədim, uşağa dəstək oldum, tamam. Amma səbir və ardıcıllıq, bunu hər gün etməliyəm. Səbirlə və hər gün. Yoxsa bugün edim, da sabah başım buraxım, yox, onsa nəticə olmayacaq. Burada nədir? Davranış problemlərini azaldır, yəni əməkdaşlıq və proaktiv həllər davranış problemlərini azaldır, şagirdin məsuliyyət və özünü idarə bacarıqlarını inkişaf etdirir, müəllim-şagird münasibətlərini gücləndirir, davamlı və real həll yollarının formalaşmasına xidmət edir. Bu da bu. Məncə hamısını keçdik də. Nəsə sualınız varmı? Buyurun. Nəzəriyyələri bitirdik. Nəzəriyyələri qoydan baxın. Banduran keçmişik. Bəli.
Bəli. Mənim arada Rogers qalıb, bir də ondan sonra bir dənə gələn var Hə, desəm. təzələri özüm axıra saxlamışam sertifikasiyalara görə. Onlara düşmür. Deməli, Bəlkə bu nəzəriyyələr bitdi. Banduranda keçmişik, əla. SEO-nu keçmişik. Bəli. Əla, qəşəng. Tamam, onda gələn dəfə nəyə keçərik? Sinfin idarə olunmasını. Yəni o dərsləri keçərik. Bəli. Onları da bitirəndən sonra keçərik təzə dərslərə. Mən İnşallah. az qalıb. Bəli, az qalıb. Məncə, yəni əməli vaxtımız qalacaq təkrara. Bəli, təbii ki. Qalacaq. Növbəti gün, bəli, 5-ci gün saat 7-dədir. Bu belə. İndi bunu nəyə işləyəcəksiniz? Banduranı siz keçmişik, yəqin ki, işləmişik suallarını da. Bəli, işləmişik. Qoy Bir görüm. dənə behavioristə Şaydan. aid olmayan işləməmişik. Ay, səhifə 272. Hamısı qarışıqdır. Bax, bu keçdiklərimiz, bir də keçən dəfə behaviorizm zat var ha. Hamısı qarışıqdır. Səhifə 272-ni işləyərsiniz. Yaxşı. Oldu mənim, sağ olun. Sonra MHM növbəti, Edu növbəti. Müəllimə, Bəs Fəsil sınağı çatdıra biləcəksinizsə 2-ni işləyin. yaxşı. Tamam. müəllimə, İşləyərsiniz. Bəli. bazar günü keçirilən imtahanın sualları sizdə yoxdur. Şey var məndə ancaq. Kurikulum. Yox, link yoxdur. Heç olmasa müəllimə kurikulumu da olsa göndərərdiniz. Mən daxil ola Göndərərəm. bilmədim səhifəyə. Tamam. Yaxşı. Sağ olun. Müəllim, nə olar, mənə də göndərin də. Mən də Qrupa göndərirəm. şey eləyəmədim, Tamam. işləyəmədim. Qrupa göndərirəm, izahı da göndərəcəm, işləyib sonra baxarsınız. Təşəkkür Oldu müəllim. Sağ olun. Müəllimə bir də zəhmət olmasa deyər, səhifə 272 dediniz də deyəsən. 270 idi deyəsən. Yazacağam qrupa. Bir dənə baxın. Zəhmət olmasa 272. yazarsınız. Bəli, 272. Oldu müəllimə, çox sağ olun. Oldu. Sağ olun. Sağ olun.